fitrə zəkatı nə zaman kimlərə verilməlidir? Fitrə zəkatı artıq orucluğun son gecəsindən, şam namazından sonra artıq fitrə zəkatı çıxaldırılmalıdır. Hətta hədislərdə gəlib fitrə zəkatı yerinə gedib yetişməyənə kimi oruc havada qalar. Aha. Gəlib sənə yetişməz. Fitrə zəkatı ilə orucun artıq qəbullanar. Savab fitrə zəkatından sonra verilər. Belə bir hədislərimiz var. Fitrə zəkatı söylədiyiniz kimi Qafqaz Müsəlmanlar İdarəsi bunun üçün ümumi olaraq bir məbləğ təyin eləyir hər il cəmaatımız üçün. Amma ümumi şəriətlə soruşsaz, deyərik ki, fitrə zəkatı 3 kiloqram buğda, kişmiş, düyü, xurma, bunların məhsullarının ya özü, ya pulu qədər çıxardılmalıdır. Bayram axşamı özü üçün və öz əlinin altında olan ailə üzvlərinin hər biri üçün bu fitrə zəkatını çıxarsın. Kimə veriləcək? Fəqir müsəlmana. Və o insan o zəkatı günah əhlinə verilməsin ki, aparıb onu günaha xərcləyəcək. Ehtiyac olan, yeməyə ehtiyac olan, yaxşı olar ki, müsəlman olsun, oruç tutanları üstünlük verilsin, namaz qılanlara üstünlük verilsin ki, bu insan özü də fəqirdir, özü də burada oruç tutmuşdur. Bu da doğrudan da bayram eləsin, sevinsin. Allahın həm maddi, həm mənəvi mükafatını görsün.